səfərimi vurmamışam başa hələ. Maraqlıdır. Səfərdəyəm, səfərimi vurmamışam başa hələ. Bravo! Arzularım, əməllərim toxunmayıb daşa hələ. Arzularım, əməllərim toxunmayıb daşa hələ. Dilləri yola salmışam, mahnı qoşub səs çalmışam. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Dolanıb kəndi şəhəri, dağlarda açdım səhəri. Dolanıb kəndi şəhəri, dağlarda açdım səhəri. Gönlüm gəzir üfüqləri, dönüb qızıl quşa hələ. Gönlüm gəzir üfüqləri, dönüb qızıl quşa hələ. Dilləri yola salmışam, mahnı qoşub səs çalmışam. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Aha, şahmat oynamağı bacarırsan sən? Bəli? Şahmat oynamağı bacarırsan sən? Bacarıram. Mən şahmat oynamağı bacarmıram, çox təəssüf. Ona görə də vəzirin xarakteri haqqında çox danışa bilməyəcəm. Amma sizin ipucularınızdan mən bir yola çıxmışam. Hə, bu arada yeri gəlmişkən... Yola çıxmasaydı sən olmazdın. Məşhur bir müğənni Aysel Məmmədova məhz Chess Play Game, yoxsa Chess Game adlı mahnısıyla Avroviziyaya hazırlaşırdı. Aysel. Bəli. Hə, bax, bu dama ətək mənə məhz Aysel'in mahnısını xatırlatdı. Amma bu Aysel deyil. Bu Mehriban Zəki ola bilər. Niyə? Aha. Niyə? Maniera. Birincisi, bəli, Maniera. səs, tembr Mehriban xanımın musiqi ilə əlaqədar fəaliyyətindən xəbərdarıq və mənə xatırlatdı bu tembr Mehriban Zəkini. Amma burada belə bir fikir səsləndi ki, ağ-qara fondan ibarət və s. və l-axır, o cümləni tam xatırlamıram. Mehriban Zəkinin verilişi var, hansı ki, o ağ fonun qarşısında qonaqlarını sorğu-suala apar. Bir də bir məqam var. Mən hesab edirəm ki, bu ümumiyyətlə maskaların arasında ən çətin libas deyil, asan bir libasdır. Və onun ehtiyatla gəlişini, ehtiyatla yerişini nəzərə alaraq düşünürəm ki, bu çox da gənc, yeniyetmə ulduz deyil. Bu səhnədə illərini, təcrübəsini yaşayan biridir. Çox gözəl Hələlik kompliment bu qədər. ediniz. Dərin təşəkkürlər. Faiq Ağayev, güman ki, siz şahmat oynamağı bacarırsınız. Xüsusi olaraq çox rica edirəm. Figurlar, şahmat üzərindəki figurlar. Alqışlayaq bizim vəzirimizi. Buyurun Faiq Ağayev. Əslində, maskanın arxasında səs sənətçisi deyil, vokalçı deyil, müğənni deyil. Muradla razıyam ki, oxuyan aktrisa ola bilər. Və ağ-qara dedisə, mən qonağı olmuşam, indi adını çəkəcəyim insanın. Elə verilişi də ağ-qara adlanırdı və onun aparıcısı çox gözəl aktrisamız, mənim fanatım Həcər Ağayeva düşünürəm. Həcər Ağayeva. Bəli. O hündürdür ya Fahir bəy. Mənə elə gəlir ki... Boyu çox hündürdür onun. Mənə elə gəlir ki, İradovun yeri var, amma bu təxmin idi. Ha, Təxmin. Növbəti gediş Coşqun Rəhimov. çıxış çox gözəl idi, giyiminiz çox gözəldir. Bu Xuraman şalı da ola bilər. Yox.
təxmindir. Ha, onda hə. Niye olmaz? Niye Bu- olmaz? Natavan Quranın Həbibi də ola müğənnidir. bilər. Natavan Həbibi. Bəli. Bu Mehin Hümmətova da ola Bax, bununla bilər. razıyam. Mehin Bununla Ümmətova. Hə. Mehin Hümmətova. Amma Faiq bəy deyir ki, oxuyan deyil. Ay Faiq bəy, deyirsiniz Xuraman ola bilməz oxuyandır. Mehin Ümbətov ola bilər. O oxuyan Mən bilsən, deyil. özümlə heç bir təzad tapmıram mənim dediklərimin arasında. Mən tapıram, narahat. Sən qurtalasan nə etsən taparsan. Mən başqa şey deyirəm. Mən fikirləşirəm axı bizi burada aldadırlar, özdə məqsədli şəkildə Əlbəttə ki. aldadırlar. Bəlkə aldadırlar deyənə belə səslənir, amma yenə də mən israrlıyam ki, bu səs sənətçisi deyil. Təşəkkürlər, minnətdarıq Coşqun bəy. Kamilə xanım. Mənim fikrimcə, bir zamanlar daha çox səhnədə idi, aktrisa kimi fəaliyyət göstərir, amma son dövrlərdə rejissor kimidir. Ola bilsin ki, bu Sevinç Əliyevadır. Hoppa. Sevinç Əliyeva. Ola bilsin ki, Aksana Rəsulovadır. Hoppa, yeni bir ad. Əla. Təşəkkürlər. Kamilə xanım və buyurun Nigar. Mən nədənsə bilsiz kimi düşünürəm, bilmirəm. Bəlkə o qız deyil, adını əslində unuttum. Bilsiz nə qızdır? Ərinin orasını burasını yuyub, suyunu içmişdi, ya içir, ya nəsə belə bir şey. Düz deyir. İçirdi. Ərinin Ərimin nə? Ayaqlarını. Ofeliya Şabanovanı Ofeliya deyir. O Şabanova. həyat Ya. yoldaşını şah kimi görürük həmişə. Hə. Ofeliya Şabanova. Hə. Onda rəqibi şey olacaq, Ya, Kəmalə o- Günəşli olacaq. Yox. Bəlkə bu nanədir. Rahat. Ağamalıyeva, Rahat. aparıcı. Rahat. Bilmirik, amma bizim hələ iki məlumatımız var axı. Hələ vəzir danışacaq, özü haqqında iki məlumat verəcək. Doğru və yanlış məlumatı. Təbii ki, auditoriya burada və onlar da sizə kömək edəcəklər. Vəzir, özün haqqında iki məlumat ver. Birinci məlumat, buyur. Kitab müəllifiyəm. Kitab müəllifiyəm. İkinci məlumat. Şampun reklamında çəkilmişəm. Şampun reklamında çəkilmişəm. Dedi ki, kitab müəllifiyəm. Sonra dedi ki, şampun reklamında çəkilmişəm. Murad Arif dərhal ayağa qalxdı. Çünki kimisə xatırladı o. İnanılmaz xoşuma gəldi Ofeliya Şabanova versiyası. Çünki əsaslandırır da həqiqətən də. Digər tərəfdən Onda Nigar Camal üçün bir alqış gəlsin. Nanə versiyası da çox maraqlı gəldi mənə. Çünki deyilinə görə Nanə xanım boş həyatında, boş vaxtlarında tacla gəzir. Tacla gəzir. Mahnı da oxuyur. Mahnı da oxuyur. Mahnı da Amma oxuyur. kitab yazmayıb. Yox. Hələ ki yazmayıb. Bəlkə yazıb biz Və bilmirik. şampun reklamında Kamilə xanım çəkilib, bir də ki... Hörmətli ağa. Qulaq as, şampun reklamında həm də Elnarə Xəlilova çəkilib. Bəli. Aa, şampun nə həm də Bəli. edir. Buyurun Murad. Bəli. Bəhram Bağrızadə də çəkilmişdi. Mən düşünürəm ki, bizim Dəlixana deyək. Vəzir xanımın ifasını dinləyən redaktorlar nədənsə bizi Roza Zərgərli xəttinə yönləndirməyə çalışırlar. Amma redaktorlar unudub ki, Roza Zərgərli vücud olaraq vəzirə bənzəmir. Arıqdır. Yenə çaşdırıb Və- bizi. Yenə. Aktrisalardan biri, ay Kamilə bunu sən deyəcəksən. Hansı aktrisaydı? Elə məncə Sevincin özü çəkilmişdi. Reklam, Sevinç saç şampun çəkilmişdi, reklamına şampun çəkilmişdi. reklamına. Bir də Sevinç indi yadıma Əliyeva. düşdü. Sevinç Əliyeva da bəli, haçansa çəkilmişdi. Bir də indi yadıma düşdü. Mən çəkilmişdim o reklam, amma mənimlə bir yerdə o da o reklamda var idi. Aysel Əlizadə. Aysel Əlizadə. Yeni bir ad ortaya Biz- çıxdı. onlar elə saçlarını Və Muradın reklam üzünə edirdilər. təbəssüm yarandı. Eləcə də Nigar Camalı, Nigar. Sizcə bax bu məlumatlardan Sən nə reklam yadınıza salın şampun reklamı. Aa, şampun, ərini yuyur, sonra suyunu Bəhram. içir. Yox, Bəhram yox, Ofeliya. Deyirəm də sizə. Digər ərini yumra, ayaqlarını yuyur. Başını yürü, şampunla ayaq yuyarlar. Bax, nə bilim. Dərin təşəkkürlər, amma biz hər birinizdən bir təxmin istəyəcəyik. Buyurun Coşqun bəy. Qoy Mehin Hümmətova. Mehin Ümbətova. Faiq Ağayev. Nanə ola bilər. Nanə. Nanə ola bilər, Nanə Ağmalayeva. Çünki vücud olaraq nanəyə oxşayır. Tapdım! Kim? Əminə Şirin. Kitab yazıb bu yaxınlarda. Axı o arıq deyil. Yeni bir ad ortaya çıxdı. Arıq deyil. Çox incəlib, çox zərifliyib. Kamilə Babayeva, buyurun siz.
Aysel Əlizadə özü də çox gözəldir. Saçları da çox gözəldir və o həmin o reklama çəkilmişdi. Aha. Oradan həm də özü çox incədir. Bu son dövrlərdə də lap incəlib, lap gözəlləşib, lap Mən zərifləşib. sağ, siz salamat. Maska açılanda başa düşəcəksiniz ki, bu müğənni deyil, səs sənətçisi deyil bu. Ona görə müğənnilərə fikriniz çox getməz. Teşekkürler, minnətdarıq sizə. Gəlin vəzirimizi çox yormayaq. Bizi bugün təəccübləndirdi. Onları isə hələ çox fikirləşəcəklər. Dərin teşekkürlər. Yola salırıq vəzir. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Vəzir maskası arxasında kimdir?